Sürücü avtomobilə əyləşərək onu işə salır. Bu zaman anidən güclü partlayış baş verir. O cəld maşından çıxmaq istəsə də qapının açılmasına divar mane olur. Nəhayət sürücü digər tərəfdən çıxa bilir. Görüntülər Abşeron rayonunun Saray qəsəbəsindəndir. Partlayış hadisəsi Saray qəsəbəsində yaşayış komplekslərinin birinin qarşısında, yəni hazırda dayandığım bu ünvanda 75 saylı binanın qarşısında qeydə alınıb. Belə ki, şirkətlərin birinə məxsus olan avtomobil anidən partlayışla müşahidə edilib və qeyd edim ki, həmin vaxt içində sürücü də olub və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Səhər saatlarında sürücü 31 yaşlı Rəşad Məmmədov avtomobili işə salmaq istəyən zaman salonda əvvəlcədən toplanmış qaz yığını partlayıb. Partlayışdan sonra yanğın hadisəsi qeydə alınmasa da, sürücü bədəninin müxtəlif nahiyələrindən yanğın xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən briqadaları, Daxili İşlər Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Şahidlərin sözlərinə görə, partlayışın səsi ətrafdakı binalardan da eşidilib. Hadisədən təşvişə düşən sakinlər dərhal əraziyə gəlib. Partlayış səsi eşitdim, çıxdım. Gördüm pilləkənin yanında bir dənə ağ, səhv eləmirəmsə, taksi idi, markasını bilmirəm. Qaz sızması nəticəsində partlayış olub. Sürücü alnından filandan yüngül, yüngül ağrını dəqiq deyə bilmərəm, xəsarət almışdı. Fövqəladənin maşınlar burada idi, polislər var idi burada. Sonra təcili yardıma gəldi. O sürücünü götürdülər xəstəxanaya. Saat 9-da olardı oralı zaten. Hə, o vaxtlar idi. Çıxdım, gəldim, gördüm ki, burada bir dənə ağ taksi maşındır. Sahibi də elə burada yaşayır. Dedi, xəsarət olan var. Qaz sızması olub maşına. Qaz sızması olub maşına. Maşında partlayış olubdur. Təbibdən Xəzər xəbərə bildirildi ki, təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxs üz nahiyəsinin termiki yanığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına hospital olunub. Üzün, boynun, hər iki saydım, əllərinin arxa səthinin 2-2 dərəcəli yanığı diaqnozları təyin edilən pasiyentə təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Daha ixtisaslı xidmətə görə Nərimanov Tibb Mərkəzinin nəzdində yanıq mərkəzinə təxliyə olunub. Şəxsin vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Fidan Əsədli, Xəzər xəbər.